Salam, hər vaxtınız xeyir. Bugün 9-cu sinif dərsliyində artıq ikinci bölmənin izahlarını veririk. İkinci bölməmiz iqlim və onun təsərrüfatda rolu bölməsidir. Bu bölmədə də yenə mövzular içərisində olan xəritələr, xəritə sxemlər, cədvəllər və fəaliyyət bölməsində olan tapşırıqların izahlarını verməyə çalışarıq. İlk mövzumuz, yəni bu bölmədə olan ilk mövzu günəş işığı və istiliyin yer kürəsində paylanmasıdır. Cədvəl üzrə iş verilib, cədvəli tamamlayın deyir. Birinci sualımız budur ki, günəş hansı paralel üzərində zenitdə olur? 21 mart tarixi verilib. Bildiyimiz kimi günəş ekvatorun üzərində zenitdədir. 22 iyun tarixində günəş şimal tropikində, yəni 23,5 dərəcə şimal enliyində, yəni xərçəng tropiki də deyirlər buna. 23 sentyabrda yenidən günəş ekvatorun üzərində zenitdədir. 22 dekabrda isə günəş cənub tropiki üzərində, cənub tropik xətti üzərində, yəni 23,5 dərəcə cənub enliyi və yaxud oğlaq tropiki adı verilir ki, oğlaq tropiki üzərində olur. Hansı yarımkürədə daha çox günəş istiliyi və işıq alır? 21 martda günəş ekvator üzərində zenitdə olduğuna, ekvatorda bildiyimiz kimi yerin tən bölənidir. Ona görə həm şimal yarımkürəsi, həm də cənub yarımkürəsi eyni işıq və istiliyi alır. 22 iyunda günəş şimal tərəfdə zenitdə olduğuna görə istilik və işığı da daha çox şimal tərəf alır, yəni şimal yarımkürəsi. 23 sentyabrda yenə eyni olur, çünki ekvatorda zenitdədir. 22 dekabrda günəş cənub tərəfdə olduğuna görə cənub yarımkürəsi daha çox işıq və istilik alır. Yəni cənub yarımkürəsi olacaq. Üçüncü sualımızda deyir ki, hansı coğrafi enliklərdə qütb gündüzləri müşahidə olunur? 21 martda və 23 sentyabrda qütb gündüzləri heç bir coğrafi enlikdə müşahidə edilmir. Ona görə bura yox yazarıq. Hər ikisindən, yəni heç birində müşahidə edilmir. Amma 22 iyunda şimal yarımkürəsi, çünki 21 martda və 23 sentyabrda şimal və cənub yarımkürəsi bərabər işıqlanır. Ona görə heç bir tərəfdə, yəni bərabər işıqlanır deyəndə gecə gündüz də bərabər olur. 12 saat gecə, 12 saat gündüz. Amma 22 iyunda günəş şimal tropik xətti üzərində zenitdə olduğuna görə 66,5 dərəcə şimal enliyində qütb gündüzü, 22 dekabrda isə 66,5 dərəcə cənub enliyində qütb gecəsi olur. Yəni günəş cənub tərəfi işıqlandırdığına görə 66,5 dərəcə cənub enliyində qütb gecəsidir. Qütb gündüzü olur 22 dekabrda. Dördüncü sualda deyir ki, verilən günlərdə Bakıda günəş olan düşmə bucağını hesablayın. Bu əlbəttə ki, düşmə bucağı düsturundan istifadə edir. Düşmə bucağının düsturu bərabərdir. 90 dərəcə çıxılsın. Enlik plus minus zenit düsturundan istifadə edərik. Əgər eyni yarımkürədədirsə toplayarıq, fərqli yarımkürədədirsə eyni yarımkürədədirsə çıxarıq, fərqli yarımkürədədirsə toplayarıq. Yəni enliklə zenit. İlk olaraq gəlin 21 mart üçün tapaq. Bakının enliyi 40 dərəcə şimal enliyidir. Yazırıq bura 40 dərəcə şimal enliyi. Zenit nöqtəsi də 21 martda ekvatordur 0 dərəcə enlik. Ona görə düşmə bucağı bərabərdir 90 dərəcə çıxılsın 40 dərəcə plus minus 0 dərəcə olur. Çünki zaten ekvator, yəni plus 0'ı çıxanda da toplayanda da elə 40 dərəcə eləyəcək. Düşmə bucağı eləyəcək 50 dərəcə. Deməli birinci sualımızın cavabı olacaq. Yəni 21 martda 50 dərəcə. Elə eyni ilə 23 sentyabrda da Bakı günəş 50 dərəcə bucağından düşəcək. Bəs yoxlayaq 22 iyunda günəş neçə dərəcə bucağından düşəcək Bakıya? Bakının enliyi bildiyimiz kimi 40 dərəcə şimal enliyidir. Zenit nöqtəmizdə 23,5 dərəcə şimal enliyi olacaq. Hər ikisi eyni yarımkürədə yerləşdiyinə görə düşmə bucağı bərabərdir. 90 dərəcə çıxılsın 40 dərəcə çıxılsın 23,5. Çünki eyni yarımkürədədirlər. Ona görə fərqi tapırıq. Düşmə bucağı da buradan bərabərdir. 40-dan 23,5 çıxanda bu eləcə 16,5. 90-dan da 16,5 çıxanda bu eləcə 73,5 dərəcə. Deməli, günəş Bakıya maksimum 73,5 dərəcə bucaqla düşə bilər 22 iyunda. Minimum isə hesablayaraq bu da eləcək 26,5 dərəcə. Yəni burada 40-ın üzərinə 23,5 gələrik. Bu eləyir 63,5, 90-dan da 63,5 gələrik. Bu da eləyəcək çıxarıq, bu da eləyəcək 26,5. Nə üçün topladıq? Çünki zenitdə, günəş cənubda zenitdədir. Yəni fərqli yarımkürələrdə olacaq. Sonra müzakirə edin bölməsində deyir ki, hansı coğrafi enliklərdə qütb gecələri müşahidə olunur? Bildiyimiz kimi 66,5 ilə 90 dərəcə enliklər arasında qütb gecələri də müşahidə olunur, qütb gündüzləri də müşahidə olunur. Bu baxır günəş hansı yarımkürədir. Əgər günəş cənub yarımkürəsindədirsə, deməli şimal yarımkürəsində qütb gecəsidir. Günəş şimal yarımkürəsində zenitdədirsə, deməli cənub yarımkürəsində, yəni 66,5 ilə 90 dərəcə arasında qütb gecəsidir.
Günəş işığı və istiliyin qeyri-bərabər paylanmasında yer səthi nə ilə nəticələnir? Bu əlbəttə ki, iqlim müxtəlifliyinə, yəni bir çox amillərlə təsir edir. Gün ərzində günəşin görünmə vəziyyətinin dəyişməsi qrafiki göstərilib. Deyir, martın 21-də ekvator xətti boyunca yerləşən məntəqələrdə səhər günəş şərqdə çıxır. Baxın, günəş şərqdə çıxır. Günorta vaxtı düz başı üzərində olur və axşam qərbdə batır. Qərb hissədə batır. Ekvator xəttindən şimalda yerləşən məntəqələrdə günəş, yəni ekvatordan şimalda yerləşən məntəqələrdə günəşi özlərindən görürlər cənub-şərqdə, çünki tutaq ki, deyə bu ekvator xəttidir. Ekvatorda şimalda yerləşən bir 40 dərəcə şimal enliyi olsun. Günəşi özündən cənub-şərqdə çıxdığını görür. Günorta vaxtı günəşi özündən cənubda, axşam da günəşi cənub-qərbdə batdığını görür. Və yaxud əgər ekvatordan cənubda bir məntəqədirsə, tutaq ki, burada məsələn 50 dərəcə cənub enliyi, günəşi səhər şimal-şərqdə çıxdığını görür. Günorta günəşi özündən şimalda görür. Axşam da günəşin şimal-qərbdə batdığını görür. Yəni bu vəziyyət. Ekvatorun üzərində yer günəş zenitdədir. Bir müzakirə edin. A məntəqəsində dayanan müşahidəçi martın 21-də səhər günəşin çıxması üfüqün hansı istiqamətində görür? Martın 21-i günəş ekvatorun üzərində zenitdədir. Yəni günəş burada zenitdədir. A məntəqəsində dayanan biri. Günəş bildiyimiz kimi ekvatorda şərqdə çıxacaq, qərbdə batacaq. Biz bunu bilirik. Amma A məntəqəsində dayanan müşahidəçi günəşi səhər cənub-şərqində görəcək. Çünki günəş onun cənubundadır və cənub-şərqində çıxacaq. B məntəqəsində isə günəşi özündən şimal-şərqdə görəcək. Ona görə A məntəqəsində günəş çıxacaq cənub-şərqdə. B məntəqəsində dayanan müşahidəçi yaz gecə-gündüz bərabərliyində günəşin batmasının hansı istiqamət? Yaz gecə-gündüz bərabərliyi yenə günəş ekvator üzərində zenitdədir, yəni 21 martdır. Günəş qərbdə batır ekvatorun üzərində. Amma B məntəqəsi ekvatordan cənubda yerləşdiyi üçün günəş ondan şimaldadır. Çünki günəş ondan şimalda zenitdədir və batan zaman da günəş onun şimal-qərbində olacaq. Yəni B məntəqəsi günəşi özündən şimal-qərbdə görəcək. Gün ərzində obyektlərin kölgə istiqamətlərinin dəyişməsi verilib. Əgər günəş belə deyək, bizim şimal tərəfimizdədirsə, kölgə cənuba düşəcək. Günəş bizim şimal-şərq qərbimizdədirsə, kölgəmiz cənub-şərqə düşəcək. Yəni əks tərəflərə düşəcək. Bu da yəni məsələn Azərbaycana da baxsa, respublikamız günəş həmişə bizdən cənubda olur. Yəni günəş bizdən cənubda yerləşdiyi üçün cənub-şərqdə günəş çıxırsa, kölgəmiz şimal-qərbə düşəcək. Və bir də bunu da yadda saxlayaq ki, kölgənin uzunluğu, günəşin düşmə bucağı artdıqca kölgənin uzunluğu azalır. Günəş əgər 90 dərəcə bucaqla düşürsə, kölgə olmur. Kölgə, yəni səhər vaxtı bir də axşam çağı daha uzun olur. Çünki günəşin düşmə bucağı az olur. Günəşin düşmə bucağı az olduğu üçün kölgə də çox olur. Amma günorta vaxtı günəşin düşmə bucağı çox olur. Günəşin düşmə bucağı çox olduğu üçün kölgənin də uzunluğu az olur. Bu da yəni qayda olaraq biz bunu bilirik. Daha sonra şəkil üzrə iş verilib. Şəkil üzrə işdə deyir ki, təsvir edilən dağ 40 dərəcə şimal en dairəsində yerləşir və günün günorta vaxtıdır. Müzakirə edin deyir. A və B nöqtələri müvafiq olaraq dağın hansı yamacında yerləşir? Baxırıq ki, günəş verilən məntəqə 40 dərəcə şimal enliyindədir. Biz də bilirik ki, günəş 23,5 dərəcə enliklər arasında zenitdə olur. Yəni 23,5 dərəcə şimal enliyi ilə 23,5 dərəcə cənub enliyi arasında zenitdə olur. İndi verilən məntəqədə günəş zenitdə ola bilməz, çünki 40 dərəcə şimal enliyində yerləşir. Və fikir veririk ki, B tərəfindən günəş şüaları bura aydın şəkildə düşür. Deməli, bu B tərəfi cənub tərəfdir. Yəni günəşə tərəf baxan tərəfdir. A tərəfi isə günəşə tərəf baxmır. Yəni əks tərəfdir. Deməli, şimal tərəfə baxır. Ona görə A olacaq şimal yamac, B olacaq cənub yamac. Bunu bildik. Daha sonra deyir ki, hansı yamacda yazda qar örtüyü daha tez əriyər? Əlbəttə ki, günəşə tərəf baxan yamac, yəni B yamacında. Yəni cənub yamacında. Çünki günəşə tərəf baxır. Günəş bundan cənub tərəfdə qalıb. Günəş 23,5 dərəcə enliklər arasında olduğuna görə günəş özündən cənubdadır. Ona görə də B yamacında qar daha tez əriyər. Sonra xəritə sxemi üzrə iş verilib.
Deyir hansı məntəqələrdə günəş zenitdə ola bilər? Baxırıq məntəqələrimizə. Günəş 23,5 dərəcə enliklər arasında zenitdə ola bilər. Burada da A və L 15 dərəcə şimal enliyində. K isə ekvatorun üzərindədir. Ona görə bu məntəqələr arasında günəş zenitdə ola bilər. C-də olmaz, D-də olmaz, B-də olmaz. Çünki onlar fərqli enliklərdə. Yəni 23,5-lərin arasında yerləşmir. Sonra ikinci suala baxırıq. Deyir, yay gün dönümündə hansı məntəqədə günəş olan düşmə bucağı 0 dərəcə olar? Yay gün dönümü günəş 23,5 dərəcə şimal enliyində zenitdədir. Günəşin düşmə bucağı 0-dırsa, deməli həmin məntəqədə qütb gecəsidir. Burada da yalnız B məntəqəsində qütb gecəsi olacaq. Yəni 23,5 dərəcə şimal enliyində günəş zenitdə olanda. Ona görə B olacaq cavab. Üçüncü sualda deyir ki, qış gün dönümü günü, günorta vaxtı D məntəqəsində günəş olan düşmə bucağı neçə dərəcədir? Biz düşmə bucağının düsturunu gəlin elə bura yazaq. Düşmə bucağının düsturu bayaq da dediyimiz kimi düşmə bucağı bərabərdir 90 dərəcə çıxılsın enlik plus minus zenit. İndi isə zenit nöqtəmizi yazaq. Zenit deyir ki, bizə məsələnin şərtində qış gün dönümü. Qış gün dönümü də bilirik ki, 23,5 dərəcə cənub enliyidir. Deməli, günəş 23,5 dərəcə cənub enliyindedir. D məntəqəsinə. D-yə də baxırıq ki, D məntəqəsi yerləşir 30 dərəcə cənub enliyin üzərində. Deməli, enliyimiz də 30 dərəcə cənub enliyidir. Hər ikisi eyni yarımkürədə olduğu üçün düsturda yerinə qoyuruq. Yəni, yazırıq düşmə bucağı bərabərdir 90 dərəcə çıxılsın 30, hər ikisi eyni yarımkürədə olduğunu çıxarıq. 23,5. Düşmə bucağı bərabərdir 90 dərəcə çıxılsın. 30-dan 23,5 çıxırıq. Bu eləyir 6,5. 90-dan da 6,5 çıxanda bu eləyəcək 83,5. Deməli, günəş D məntəqəsinə 22 dekabrda 83,5 dərəcə bucaqla düşür. Düsturdan istifadə eləməklə çox rahat bir şəkildə bunu həll edə bilərik. Daha sonra dördüncü testdə deyir ki, yəni ifadədə, çalışmada deyir ki, payız gecə-gündüz bərabərliyi günündə günəş olan ən kiçik bucaqla göründüyü nöqtə hansıdır? Payız gecə-gündüz bərabərliyi yəni 23 sentyabrdır. Günəş ekvatorun üzərində zenitdədir. Günəş ekvatorun üzərində zenitdədirsə, ekvatordan ən uzaq məntəqədə günəş ən kiçik bucaqla, ən yaxın məntəqə isə ən böyük bucaqla düşəcək. Burada da ekvator ən uzaq məntəqə B məntəqəsidir. Ona görə də ən kiçik bucaqla elə B məntəqəsində düşəcək. 5-ci sual. Deyir, günəş D məntəqəsində zenitdə olarsa, C məntəqəsində hansı bucaqla görünər? Baxırıq, D məntəqəsi 30 dərəcə cənub enliyindədir. 30 dərəcə cənub enliyində də günəş zenitdə ola bilməz. Ona görə zenitdə olarsa cümləsi səhvdir. Günəş D məntəqəsində zenitdə ola bilməz. Daha sonra ikinci sual. Deyir, 30 dərəcə şimal enliyində yerləşən və istiqaməti cənuba doğru olan dağ yamacının meylliliyi 9 dərəcədir. Yaz gecə-gündüz bərabərliyi günündə günorta vaxtı yamacda günəş olan düşmə bucağını hesablayın. Meyillilik məsələlərində bunlar əslində çox da çətin məsələlər deyil. Yenə düsturumuzdan istifadə edirik. Düşmə bucağı bərabərdir 90 dərəcə çıxılsın enlik plus minus zenit. Enliyimiz neçə dərəcədir? Enliyimiz baxırıq ki, 30 dərəcə şimal enliyidir. Yazırıq bura 30 dərəcə şimal enliyi. Yaz gecə-gündüz dediyinə görə zenit nöqtəmizdə 0 dərəcə enlikdir. Buradan əvvəlcə tapaq ki, 30 dərəcə şimal enliyinə günəş neçə dərəcə bucaqla düşür? Düşmə bucağı bərabərdir 90 dərəcə çıxılsın 30 plus minus 0. Bu da elə 30 eləyəcək 90 60. Deməli 30 dərəcə şimal enliyinə günəş düşür 60 dərəcə bucaqla. Çəkirik. 30 dərəcə şimal enlik. Günəş də ekvatorun üstündə zenitdədir. Burada da günəş olsun, ekvatorun üzərində zenitdə olsun. 30 dərəcə şimal enliyində yerləşən bir dağın cənuba doğru meyilliliyi, yəni günəşə tərəf baxan, cənuba baxırsa, meyilliliyi cənuba baxırsa, deməli günəş tərəfə baxır. Günəşin şüaları rahat düşür. 9 dərəcədir. 30 dərəcə şimal enliyinin özünə günəş 60 dərəcə bucaqla düşür. Orada yerləşən dağın da meyilliliyi cənubadırsa, deməli günəşə tərəf baxır. Günəşə tərəf baxırsa daha böyük bucaqla düşəcək. 60-ın üzərinə 9-u gəlirik, bu da eləyəcək 69 dərəcə. Deməli həmin o dağa 69 dərəcə bucaqla günəş düşəcək. Yox, əgər şimala olsaydı çıxardıq 9-u, bu da eləyəcəkdi 51. Yəni bir sözlə meyilli məsələlərini hesablayarkən ilk öncə enliyə düşən düşmə bucağını tapırıq. Daha sonra əgər günəşə tərəf baxırsa, toplayırıq, günəşə tərəf baxmırsa çıxırıq. Ona görə burada da düzgün cavab olacaq 69 dərəcə. Eyni ilə bunu biz
İkinci məsələ üçün də yaza bilərik. Gəlin elə onun üçün də yazaq. Üçüncü məsələdə deyir ki, 50 dərəcə şimal enliyidir. Enliklərimizi dəyişək. 50 dərəcə şimal enliyi enliyimizdir. Dağın cənuba meylliliyi saxlayırıq sona. 22 iyunda. 22 iyunda da günəş 23,5 dərəcə cənub enliyində zenitdədir. Şimal enliyində zenitdədir. 23,5 dərəcə şimal enliyi. İndi gəlin düz turda yerinə qoyaq. Düşmə bucağı bərabərdir. 90 dərəcə çıxılsın. Enliyimiz 50 dərəcə. Çıxılsın 23,5. Çünki hər ikisi eyni yarımkürədədir. Buradan da bunu çıxırıq. Belə deyək, 50-dən 23,5 çıxırıq. Bu eləyəcək bizə 26,5. 90-dan da 26,5-i çıxsaq 90 çıxılsın 26,5. Bu da eləyəcək 63,5. Deməli, günəş 50 dərəcə şimal enliyinə 22 iyunda neçə dərəcə bucaqla düşür? 63,5 dərəcə bucaqla düşür. İndi gəlin enliyimizi çəkək. 50 dərəcə şimal enliyi. Günəş də 23,5 dərəcə şimal enliyində zenitdədir. Günəş də buradadır. Deyir 50 dərəcə şimal enliyində cənuba meyillidir 12 dərəcə. Deməli, hara baxır? Günəşə tərəf baxır. Cənubadırsa, deməli, günəş tərəfə baxır. Çünki günəş onun cənubundadır. Neçə dərəcədir? 12 dərəcə. Enliyin özünə 63,5 dərəcə ilə düşür. 12 dərəcədə meyilli var deyənə toplayarıq. Bu da bizə verəcək 75,5 dərəcə. Deməli, günəş həmin o dağa, həmin o dağın cənub istiqaməti meyilli yamacına 75,5 dərəcə bucaqla düşəcək. Düzgün cavabımız da belə olacaq. Sonra buradan da dərsdən sonraki test bölməsi verilib. O artıq özümüzdən yazacağımız bir belə deyək, layihə işidir. Digər mövzumuz günəşli saatlardan istifadədir. Günəşli saatlardan istifadə bölməsində şəkil üzrə iş var. Deyir, məntəqələrinin hansında axşam, hansında səhər, hansında günorta, hansında gecə yarıdır. Burada əlbəttə ki, aydın da görsənir. Yəni, biz bildiyimiz kimi bir qayda olaraq biz bunu bilirik ki, şərqdəki məntəqələr qərbdəki məntəqələrdən daha irəlidədir. Yəni, şərqdə yerləşən bir məntəqə qərbdəki məntəqədən daha irəlidir. İndi birə baxırıq ki, birdə günortadır da, çünki aydın havadır, yəni tam açıq havadır. Birdə günortadırsa, 4-də səhər ola bilməz də. Yəni, 4-də əslində, bəli, 1-də günortadırsa, 4 artıq keçib deyənə, 4-də səhərdir. 3-də gecə yarısıdır, tam qaranlıqdır. 2-də də ki, hələ axşamdır. Yəni, belə deyək də, o biri gün hələ axşamıdır. Yəni, bir artıq keçib növbəti günə də. Yəni, bu məntiqlə. Əslində, burada da 1-də günorta, 2-yə səhərin çıxmasını, 4-də də ki, axşam, 3-də də gecə yarıdır. Məsələn, demək olar. Amma ki, normalda bildiyimiz kimi də günorta ilə əksi gecə yarısıdır, səhər və axşam vaxtlardır. Yəni, burada 2-yə səhər deyib, səhərdən sonra günorta gələcək. Günortadan sonra 4 artıq axşam olub, 3-dəki gecə yarısı olacaq. Yəni, daha doğru belə olacaq. Sonra ikinci sualda deyir ki, şimal və yoxsa cənub yarımkürəsi daha çox işıq və istilik alır. Buradan baxsaq, cənub yarımkürəsinin daha çox istilik aldığını görə bilərik. Çünki şimal yarımkürəsində, baxın, Amerikanın şimalı olsun, Avrasiyanın şimalı olsun, yəni bunlar daha çox qaranlıqdır hələ. Amma cənub yarımkürəsində tam işıqlıqdır. Yəni Antarktidaya baxın, tam işıqlı. Ona görə cənub yarımkürəsi daha çox işıq və istilik alacaq. Nə üçün şimal qütb ətrafı tünd, cənub qütb ətrafı isə açıq rəngdə təsvir edilmişdir. Çünki şimal tərəfdə belə deyək, qaranlıq, yəni cənub tərəfi daha çox işıq alır, istilik alır, işıq aldığına görə o daha açıq rəngdə göstərilir. Sıxılma əsasən Bakıda ilin hansı fəsil olduğunu müəyyən edin. Bakıda qışdır, çünki cənub yarımkürəsi daha çox işıq və istilik alırsa, deməli 22 dekabr tarixidir. Yəni təqribən belə deyək, günəş cənub yarımkürəsində, cənub yarımkürəsində də olduğuna görə Bakıda qış fəsli olacaq. Sonra xəritə sıxım üzrə iş var burada. Deyir, ekvatorial və tropik enliklərdə yerləşən bəzi ölkələrdə hesab edirlər ki, saat əqrəbinin irəli və geri çəkilməsinə ehtiyac yoxdur. Ona görə də ekvatorial enliklərdə, çünki gecə ilə gündüzün vaxtı fərqi çox deyil. Yəni onlarda vaxt fərqi çox deyil. Xüsusilə də ekvator üzərində 12 saat olaraq götürülür. Yay və qış vaxtından istifadə edən ölkələr var.
belə deyək, hal-hazırda yay qış vaxtından istifadə edən ölkələrə biz aid eləyə bilərik Avropa ölkələrini, həmçinin İranı, Misiri, daha sonra isə ABŞ, Kanada, Meksikanı aid eləyə bilərik. Artıq istifadə edilmir. İstifadə edilməyən ölkələrə elə Azərbaycan ən əsası daxil edə bilərik. Şimali Afrika ölkələrini daxil edə bilərik. Rusiya, Çin kimi ölkələr, həmçinin Cənubi Amerika ölkələrini aid eləyə bilərik. Heç istifadə edilməmişdir. Əlbəttə ki, ekvatoriyanı ölkələr və tropik iqlimdə, enliklərdə yerləşən ölkələr. Onlar heç istifadə etməmişlər. Yəni Səudiyyə Ərəbistan, Bəhreyn, Oman kimi ölkələr, həmçinin Somaliya, Efiopiya, Nigeriya, Gabon, Kongo, Kenya kimi, yəni ekvator xəttinin üzərində yerləşən ölkələr də heç vaxtı bu vaxtdan istifadə edilməmişdir və Azərbaycan da yay-qış vaxtını 2016-cı ilə qədər istifadə edib, hal-hazırda isə istifadə edilmir Azərbaycanda. Burada da yazıb ki, yəni ekvatorial enliklərdə gecə ilə gündüz vaxtları arasındakı fərq azdır. Gündüz saatlarının uzunluğunun kifayət qədər olması bu ərazilərdə istilik sevən kənd təsərrüfatı bitkilərinin əkilməsinə də imkan verir. Yəni ona görə də həm də ekvatorialda belə deyək, gecə-gündüz arasında vaxt fərqi az olduğu üçün, yəni 12 saat oldu da çox normal olaraq və ya da 11 saat neçə dəqiqə, 11 saat neçə dəqiqə. Ona görə yəni burada yay-qış vaxtından istifadə eləməyin də belə də çoxdan istifadəyə yəni ehtiyacı olmur zaten. Sonra burada biliklərin tətbiq edilməsi var. Yay-qış vaxtında keçid hansı ölkələrdə tətbiq edilir? Bunu dedik, əsasən Avropa ölkələrində, ABŞ, Kanada, Meksika kimi ölkələrdə daha çox istifadə edilir. Hansı saat əqrəbi yay vaxtına, hansı saat isə qış vaxtına keçidi əks etdirir? Yəni saat geri çəkilirsə, deməli bu yay vaxtıdır. Saat irəliyə doğru çəkilirsə, deməli bu qış vaxtıdır. Yəni A yay vaxtı, B də ki qış vaxtı olacaq. Sonra da dərsdən sonraki bölmədə artıq bu, yəni özümüzün yazacağımız bir testi. Burada da deyir, cədvəldən istifadə edək, şimal və cənub yarımkürədə gündüzün uzunluğunu əks etdirən qrafik qurun. Yəni bu da rahatdır.